Prezident İlham Əliyevin Qarabağ bölgəsinə bu dəfəki səfəri də bölgə üçün vacib, hətta tarixi hadisələrlə xarakterikdir. Füzuli, Hadrut, Xocavənd, Xankəndi, Şuşa və Xocalı rayonlarında böyük quruculuq və böyük qayıdışla müşahidə olunan tədbirlərə şahidlik edəcəyik. Qaraxanbəyli kəndi 2-ci Qarabağ müharibəsindəki zəfərimizin ilk məntəqələrindən idi. 27 sentyabr tarixində azad olunan, düşmənin daşı daş üstündə qoymadığı kənd indi həyata qayıdır. Hadrutun işğaldan azad olunması erməni ordusunda ciddi psixoloji gərginlik yaratdı. Çünki bir çox hərbi birləşmələrini burada cəmləşdirən Ermənistan tərəfi Hadrutu alınmaz qala hesab edirdi. Ancaq Azərbaycan ordusunun zəfər yürüşünü heç bir maneə dayandıra bilməzdi və bilmədi. Hadrut işğaldan azad olundu. Bu isə zəfərin zirvəsinə, Şuşaya doğru gedən yolun başlanğıcı idi. İndi Hadrut yenidən qurulur və sakinlərini qarşılayır. Böyük qayıdış addım-addım gerçəkliyə çevrilir. Biz hazırda Hadrut qəsəbəsində öz doğma yurd yuvalarına qayıdan daha bir sakinin evindəyik. Xoş gəlmisiniz. Sağ olun, var olun. Siz də xoş gəlmisiniz. Hadrutda yaşayırdınız. Bəli, mən buradan 13 yaşında çıxmışam. Mən buradan adam olmuşam 1975-ci ildə. 1988-ci ildə məcburi köçkün düşmüşəm buradan. 13 yaşa qədər yəni burada böyümüşəm, burada oxumuşam. İndi də 50 yaşım var. 37 ildən sonra öz vətənimə, öz torpağıma qayıtmışam. Evinizlə, kəndlə tanış ola bilmisiniz? Hələ ki yox. Biraz başımız qarışıqdır köçkünlə bağlı hələ ki. Amma indi sağlıq olsun. Yəqin ki tanış olarıq əlbəttə ki. İllər sonra öz ata-baba yurdumda olmaq mənim üçün çox böyük qürur hissidir. Yəni buna görə başda prezidentimiz olmaqla hər birinə özlərinə təşəkkürümü bildirirəm. Harda təhsil almısınız? Azərbaycan Dövlət Pedaqoji Universitetində tarix müəllimiyəm. Yəni bu mənim üçün daha çox qürur vericidir ki, bir tarix müəllimi olaraq keçmişini və gələcəyini görmək, gələcəyə daha da belə inamla baxmaq mənim üçün çox qürur vericidir. Buna görə prezidentimizə təşəkkürümü bildirirəm. Hadrutun tarixini bir tarixçi kimi araşdırmısan? Bəli, baxmışam. Elə bir şey olar mı müəllim? Tarixçi onu araşdırmaz. Nə diqqətini çəkir Hadrutun tarixi ilə? Hadrutda mən daha çox, yəni Hadrutun mənası bildiyimiz kimi iki çarəsi deməkdir. Mən buranı gəlib gördükdən sonra sözün əsl mənasında gördüm ki, bu adın verilmə səbəbi nədir? Ad tam olaraq yerinə oturub da, yəni belə deyim. Rut. O sözlərin birləşməsindən yaranır. Xoş gəlmişsiniz, həmişə siz gələsiniz. Sağ olun, var olun. Sayənizdə cənab. Sağ olun. Yoldaşım, qızlarım. Sağ olun. Sağ olun. Buyurun, keçən içəridən. Ev şəraiti yaxşıdır. Şükür, əla. Hər şey yaxşıdır, hər şey qaydasındadır. Var olun. Allah canınızı sağ eləsin. Əlbəttə ki, Bəli, çox gözəl, çox əla. Allah sizin canınızı sağ eləsin. Allah sizin o dəmir yumruğunuzu həmişə dəmir kimi eləsin. Sağ olun. Məscidin önündə qoyulmuş stendlərdən aydın olur ki, dövlət başçısına burada Hadrut yaşayış məhəlləsinin layihəsi barədə də məlumat veriləcək. Ümumi məlumatlar təqdim olunur. Təməl qoyma tarixi 5 may 2023-cü il. Tikiləcək yaşayış evlərinin sayı 28 ədəd. 2 mərtəbəli yaşayış evlərindən söhbət gedir. Və layihənin bitmə tarixi məscid
Hadrut məscidi 2025-ci ilin sentyabrında tamamlanıb. İşğaldan azad edilmiş ərazilərimizdə bütün infrastruktur layihələri kimi tarixi, mədəni və dini abidələrimiz bərpa edilir. Köhnə məscidlərimiz o cümlədən bərpa edilir və yeni məscidlər inşa olunur. Həmin məscidlərdən daha biri Hadrut məscidi artıq istifadəyə hazırdır və burada eyni vaxtda 210 insan ibadət edə biləcək. Əslində buradan gözəl bir mənzərə açılır Hadruta, ancaq indi bir qədər duman çöküb Hadrutun üzərinə və ona görə də görmə bir qədər məhdudlaşıb. Ümumilikdə Hadrut qəsəbəsində 541 ev var ki, onlardan 462-si yararsız, 79-u qismən yararlıdır. Bu evlərdən 10-u artıq istismara hazırdır. İlin sonuna dək qismən yararlı evlərin digərləri də bərpa ediləcək. Hazırda biz Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə doğru tələsirik. Bir qədər sonra Prezident İlham Əliyev burada Qırmızı Bazar və Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşəcək. Eyni zamanda qəsəbədə görülmüş işlərlə tanış olacaq. Xocavənd rayonunun Sos kəndi də sakinlərini, ev sahiblərini qarşılayır. Artıq 46 nəfər, ümumilikdə 10 ailə öz doğma yurd yuvalarına qayıdıb. Gedək indi görək, ev budur. Buyurun. Neçə otaqdır? 4 otaqdır, bir kunadır. Üzülü sayın. Uşaqlar istirahət edirdi. Neçə yaş var idi buradan çıxanda? Buradan çıxanda 24 yaşımız var idi. O vaxt döyüşürdük də, döyüşdəydik. Hə, döyüşdəydik. Birinci Qarabağ müharibəsində. Birinci Qarabağ müharibəsində bəli iştirak eləmişik. Hansı istiqamətlərdə döyüşdük? Elə öz rayonumuzda Əmrallar Muğanına, əsas Əmrallar Muğanı idi də. Hə, yəni orada döyüşmüşük. Məğlub olduq, baş aşağı gəzirdik. İndi dik gəzirik. Prezidentimizin sayəsində elimizə, obamıza, vətənimizə dönmüşük. Prezidentimizin sayəsində ordu quruculuğu çox yüksək səviyyədədir. Əhalimizin də güzaranı da get-gedə gözəlləşir. Bura gələn bir gündən mənim sevincimin həqiqətən də həddi hüdudu yoxdur. O qədər sevinirəm ki, biraz da yüksəkdən danışıram. Deyirlər ki, yaman bərk danışırsan. Deyirəm ki, Ali Baş Komandanın, Ali Baş Komandanın əskəriyik biz. O nətəri ki, dəmir yumruq deyir, belə göstərir. Biz də onun davamçılarıyıq da, biz də möhkəm danışmalıyıq. Səsimiz indi ucadan çıxmalıdır. Yavaşdan danışa bilmirəm mən, qələbiyə görə. Hərbi akademiyada oxursan? Ha, maşallah. Sərhədçi kimi bu bölgələrdə xidmət edəcək gələcəkdə. İnşallah. Niyə sərhədçi olmaq istəmirsən? Çünki bizim ailədə hamı sərhədçi olubdu. Daim 44 günlük müharibədə iştirak eləyibdi. 7 noyabrda yaralanıbdı, 8 noyabrda da qələbə günü olubdu. Ona görə də mən də sərhədçi olmaq istəyirəm ailəmizə. Sərhədçi olmaq istəyirəm. Aferin. Necə oxuyursan? Əla. Əlaçsan? Əvvəllər Ağdam 12 saylı tam orta məktəbdə oxuyurdum. Oradan çıxdıqdan sonra DSX-nin Hərbi Akademiyasına qəbul oldum. Maşallah. Gələcəyin hərbçisi, sərhədçisi. Nəyi düzəldirsiniz? Qaz. Qaz verilir artıq bura? Bəli. Qurban olacağım. Allah sizi qorusun. Allah bu günü bizə qismət elədi, cənab prezident. Var olun. Var olun, çox sağ olun. Hoş geldiniz. Hoş geldiniz. Hoş geldiniz. Çok sağ olun.
İndi bu dumana rəğmən bölgənin Qarabağ və Şərqi Zəngəzurun, hətta Cənubi Qafqazın gələcəyi daha aydın görünür. Hadrutdayıq, yenidən qayıtmışıq, yenidən inşallah burada yaşayıb yaradacağıq. Medallardan belə başa düşdüm ki, 2-ci Qarabağ müharibəsində iştirakçısınız. Bəli. Mən ümumiyyətlə 2020-ci il Kapital Bankda işləmişəm. Səfərbərliklə döyüşlərə qoşulmuşam. Döyüşlərə qoşulduğum döyüş yolu Qubadlı-Laçın istiqaməti olub və döyüşlərdən sonra da Kapital Bankda işləyirəm və hazırda da Xankəndi filialında işləyirəm. Təbii ki, bu bir qürur vericidir. Bu gün orada fəaliyyətimi davam etdirmək. Hoş geldiniz. Hoş geldiniz. Qarabağ torpağı. Necə yerlər? Şükür, teşekkür. Çok ayalar, öz torpağı. Hoş geldiniz. Allah sizi var eylesin. Bugün bizim burada üç renkli bayrağımız dalgalanır. Allah sizi var eləsin. Nə yaxşı varsınız. Dəmir yumruq. Böyük qayıdışın növbəti 3 məntəqəsinin sakinləri Prezident İlham Əliyev bu qayıdışın müəllifini öz doğma yurd yuvalarında qarşılayırlar. Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sus kəndinin sakinləri. Son 5 ilin tarixi zəfər tarixidir, şanlı tariximizdir. Və şadam ki, siz artıq öz doğma dədə-baba torpağı gəlmişsiniz, yerləşmişsiniz. Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var, su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi, burası doğma Qarabağ diyarıdır. Ev sahibisiniz. 33 il həsrət çəkmişik. Bugün geri qayıtmışıq. Çox sevincliyik. Sanki öz uşaqlığımıza qayıtmışıq. Çünki bizim uşaqlığımızı müharibə əlimizdən almışdı. Amma bugün özümüz böyüyə bilməsək də, bugün övladlarımız bu torpaqda böyüyəcək. Buna görə də çox sevinirik. Əlbəttə Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların sayəsində, qazilərimizin sayəsində, təbii ki, başda cənab prezidentimizin sayəsində olduqlarımız. Minnətdarım. Güzel Qarabağımıza təşkil təşəkkür edirəm. Sağ olun, hoş geldiniz. Allah şəhidlərimizə rəhmət eləsin. Çok sağ olun. Ders okuyor. Xaytı
Oynayıram. Harita oynayırsan. Azərbaycanı tapa bilərsən. Azərbaycan. Hələ düz. Ay, sağ ol. Ne var köşküsü? Ayağım baba. Ne var 3 gün? Babanla sok yemiştin. Ne? Babanla sok içmiştim, yemiştin. Allah Maşallah. Çok yemeğe lazımdır ki tez Böylesin. aram böyüsün. Evet. Bir neçə dəqiqə sonra cənab prezidentə Tibb və Sağlamlıq Elmləri Fakültəsini təqdim edəcəksiniz. Ümumiyyətlə fəaliyyət istiqaməti nə olacaq sizcə bu barədə? Demək, Qarabağ Universiteti Tibb və Sağlamlıq Elmləri Fakültəmiz bu il 100 tələbə qəbul edib. Bunlardan 70-i tibb tələbələridir, 30-u tibb bacısı, tibb qardaşı tələbələridir. Əlavə olaraq əczaçılıqdır, diş həkimliyidir və texniki sahələr, texniklər sahəsi, yəni radiologiya texnikləridir, ultrasəs müayinəsi texnikləridir. Bu sahələrə də böyütməyi düşünürük. Biz sizi ayırmayaq. Uğurlu təqdimat və uğurlu fəaliyyət. Tamam, təşəkkür edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Prezident İlham Əliyev Qarabağ Universitetinin klinikası ilə tanış olacaq. Tibb və Sağlamlıq Elmləri Fakültəsi. Prezident İlham Əliyevə burada Xankəndi şəhəri Qarabağ Universitetinin perspektiv inkişaf planı təqdim olundu eyni zamanda. Binada dərs otaqları ilə yanaşı laboratoriyalar, iş və imtahan otaqları, istirahət zonaları, kitabxana, brifing zalları yaradılıb. Burada həmçinin mikrobiologiya, histologiya laboratoriyaları, hüceyrə yetişdirmə və digər inzibati otaqlar fəaliyyət göstərəcək. Fakültədə yerli və xarici ekspertlərin birgə hazırladığı beynəlxalq təcrübələrə əsaslanan 6 illik tibb və 4 illik tibb bacısı proqramlarının tədrisi həyata keçiriləcək. Klinikanın binasında 23 həkim otağı, laboratoriyalar, rentgen, təcili yardım, MRT, KT və angiyo otaqları fəaliyyət göstərəcək. Qısa müddət ərzində ali tədris ocağında tibb sahəsi üzrə müasir tədris infrastrukturu yaradılıb. Fakültənin fəaliyyəti ilə bağlı fakültənin rəhbərliyi dövlət başçısının çoxsaylı suallarını cavablandırır və ətraflı məlumat verir. Klinika ilə tanışlıqdan sonra Prezident İlham Əliyev fakültənin tələbələri ilə xatirə şəkli çəkdirdi. Təbrik edirəm, uğurlar diləyirəm sizə. Sağ olun. Sağ olun. İllər öncə qarşıma həkim olmağı məqsəd qoyanda heç fikirləşməzdim ki, bir gün burada arzularıma çatacam. Həqiqətən bir Azərbaycanlı olaraq çox qürur verici birisi və düşüncələrimdən çox daha gözəldir. İllərdir işğal altında olan torpaqlarımızda bu günlərin sərbəst şəkildə ayaq basmaq həqiqətən də qürur verici bir histir.
Qarabağ Universitetinə də daxil olmaq ayrıca bir qürur vericidir. Universitetimizə təmin edəcəyi yeni tədris proqramları, universitetimizi təmin etdiyi yeni texnologiyalar. Bunun üçün də başda cənab prezident olmaqla əmək keçən hər bir kəsə dərin təşəkkürümüzü bildiririk. Növbəti gün saat 8:00 Azərbaycan Radiosunda Azərbaycan himni səslənir və tədbirlər Xocalı rayonunda və onun kəndlərində davam edəcək. Seyidbəyli kəndində 140 ev var ki, onlardan 22-si yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa olunub, bu ilin sonuna dək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. Sağ olun, minnətlər. Qayıtmışsınız öz doğma yurdularınıza. Bəli, bu elə bir əlamətlər gündür ki, yəni möcüzəvi bir gündür. Şükür bu günümüzə. Allah cənab prezidentimizi qorusun. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Bugün biz onların sayəsində 30 il həsrətində qaldığımız torpaqlarımıza gəlmişik. Nə xoş bu günə. Mən özüm 1-ci Qarabağ qazisiyəm, üzr istəyirəm. Bu da oğlumdur, 44 günlük Vətən müharibəsi veteranıdır. 5 rayonun alınması medali ilə təltif olunub, cəsur döyüşçüdür. Yəni minnətdarıq cənab prezidentimizə. Həyat bacaya baxmısınız? Çox gözəl, hər şey yerində, hər şey rahat, çox yaxşı. Ev şəraiti də? Ev şəraiti, evimiz də çox gözəl. Allah Taala bizə nəsib elədi, biz gəldik, bizdən o bir qaşqınlarımız hamısı bizi kimi bax belə gəlsin yerinə, yurduna. Nədir sənin adın? Öznur. Nə? Öznur. Öznur. Neçə yaşın var sənin? 6. 6. Prezidenti gözləyirsən? Həyəcanlısan? Sevinirsən? Seyidbəyli kəndində artıq 10 ev bərpa olunub, 9 ailə artıq kəndə qayıdıb və Prezident İlham Əliyev kəndlə tanışlığı çərçivəsində o ailələrdən birinin mənzilinə baş çəkəcək. Qızdır be. Çox sağ olun. Təbrik edirəm. Minnətdarım. Əkin biçin üçün belə kiçik traktorlarımız da var. Deməli, 13 hektarlıq tut bağı sahəsində becərilən tinglər hesabına gözlənilən yarpaq istehsalı proqnozu bu cürdür. 2026-cı ildə 100 min kiloqramdan artıq, hər ağacdan 1 kiloqram, artıq 2030-cu ildə 500 min kiloqramdan artıq yarpaq gözlənilir. 5 ildən sonraki dövr üçün hər il orta hesabla 25 ton yaş barama istehsalı planlaşdırılır.
Xocalıya gül çiçək və yaşıllıq qayıdır. Gübrəsini də dibinə tökək. İndi son səliqə-səhman işlərinin aparıldığı Daşbulaq kəndi Xocalının digər bölgələri kimi, digər kəndləri kimi 2023-cü ilin sentyabrına qədər separatçıların nəzarətində idi. Həmin tarixdə həyata keçirilən Azərbaycan ordusunun uğurla həyata keçirdiyi 23 saatlıq lokal antiterror tədbirlərindən sonra isə bu ərazilər nəzarətimizə qayıtdı. İndi isə həyata qayıdır. Bu cür böyük qayıdış və böyük quruculuq işləri ilə. Hələ sabahınız xeyir. Sabahınız xeyir. Yorulmayasın. Çox sağ olun. Necəsiniz? Sağ olun. Yaxşı. Sərgi-səhman işləri görürüz. Bəli, bəli. Allah razı olsun hamımızdan. İşləyirik. Qarabağ bölgəsindənsiz? Bəli, mən Şuşadanım. Şuşadansınız? Şuşadanam, Şəkidə məskunlaşmışıq. İndi bura işləmək niyyəti ilə gəlmişəm. Sağ olun. Sağ olun. Hoş geldiniz. Sağ olun. Badara kəndində Prezident İlham Əliyev bir mənzilə, bir ailəyə baş çəkdi, evdə görülmüş şəraitlə tanış oldu. İndi isə kənd sakinləri ilə Badara, Daşbulaq, Seyidbəyli və Şuşa kəndinin sakinləri ilə görüşür. Bütün dünya bugün Azərbaycan haqqında danışır. Azərbaycan qədər vuruşan, döyüşən, qan tökən, şəhid verən, öz doğma torpağı uğrunda vuruşan və qalib gələn ikinci ölkə yoxdur. Və indi nə vaxtsa olar, olmaz. Xalqımızın iradəsidir, xalqımızın öz doğma torpağına olan bağlılığıdır. Bizim müştərək iradəmizdir, bizim döyüşkən xasiyyətimizdir və eyni zamanda necə ki döyüş meydanında düşməni məğlub etdik, onu kapitulyasiya aktını imzalamağa məcbur etdik, eyni qayda ilə sülhə də yol açdıq ki, bundan sonra heç vaxt müharibə olmasın.
Allah bir daha dəmir yumruğumuzu gücləsin. Eğer lazım olsa yerinde. O yerində olsa yerində olsa lazım olsa yerində. Allah Sağ ol. Şekil çekti. Sağ ol. Yəqin bənzərsiz hisslərdir öz doğma yurd yuvalarınıza qayıtsınız. Bəli, 30 ildən çox itirdiyimiz doğma torpaqlara qayıtmışıq. Bundan gözəl his, bundan gözəl deyək ki, insan üçün yaxşı bir his olmaz. Gözünüz aydın. Çox sağ olun. Təbrik edirik. Bugün ali qonağı qarşıladınız öz evinizdə. Düzdür. Valla həyəcanlanıram, amma ki çox gözəl, çox əla. Nə ilə maraqlandı prezident? Evin şəraiti, yaşadığımız müddəti, hər şey əla. Onun sayəsində. Allah prezidentimizə can sağlığı versin. Amin. Bu qovuşdurdu bizi bu Qarabağ torpaqlarına. 6 yaşımda çıxdığım torpaqlarıma bugün 39 yaşımda geri dönmüşəm. Xocalı rayon Daşmulaq kənd sakiniyəm. Çox gözəl hisslərdir. Yəni bundan gözəl xoşbəxtçilik ola bilməz. Daşbulaq kəndindən idik, öz kəndimizə də qayıtmışıq. Mən oradan çıxanda 3-cü sinifdə oxuyurdum. Dünən öz sevincimin həddi-hüdudu yox idi. Gəldik, kəndimizi gəzdik, hərrəndik. Allah hər birinizə can sağlığı, uzun ömür arzulayırıq. Biz o vaxtı 88-ci bu kənddə olanda Daşbulaq kəndində bizi nə vəziyyətə qoyurdular. Meşəyə qaçırdıq, səhər gəlirdik. Amma indi biz burada azad yaşayırıq. Biz burada nətə qorxmuruq. Bilirik ki, arxamızda prezidentimiz var, arxamızda güclü ordumuz var. Badara kəndinin sakinləri artıq ilk pikniklərini keçirirlər. Birləşmiş Ərəb Əmirliyinin prezidenti Şeyx Məhəmməd İbn Zayed Əl Nahyan ölkəmizə səfərinə Qarabağın qapısı Füzuli hava limanından başlayır. Liderlər Füzuli ilə tanışlıqdan sonra qələbə paytaxtımız Şuşaya yola düşürlər. Birləşmiş Ərəb Əmirliyi liderinin qarşılanma mərasimi Şuşanın mərkəzi meydanında baş tutacaq. Qarşılanma mərasiminin görüntülərini Azərbaycan televiziyasının səyyar televiziya stansiyaları birbaşa canlı rejimdə Bakıya ötürəcək. Sizə bütün, sənin qadını o. Geriye! Dön! Soğa! Dön! Sizin Azərbaycan Respublikasına gəlməyiniz şərəfinə Fəxri Qaravul düzlü. Qaravul rəisi polkovnik leytenant Quliyev. Bəli, bu yalnız məşq prosesidir. Mərkəzi meydanda da son hazırlıqlar görülür. Fəxri Qaravul və Nümunəvi Orkestr. Birləşmiş Ərəb Əmirliyinin rəsmi heyəti artıq meydandadır. Və Azərbaycan nümayəndə heyəti. Salam, xoş gəlmisiniz. Şuşanı bəyəndiniz? Çox gözəldir Şuşa. Çox.
Xüsusilə nəyi bəyəndiniz? Hava, təbiət, rahatlıq var burada. Birləşmiş Ərəb Əmirliyi prezidentinin fotoqrafları rəsmi nümayəndə heyətində təmsil olunurlar. Hazırda öz ölkələrinin liderlərini Şuşanın əsas meydanında gözləyirlər. Şuşa meydanında yaxınlıqda yerləşən məsciddən azan səsi ucalır və bir neçə dəqiqə sonra iki İslam ölkəsinin lideri bu meydanda görüşəcəklər. Kral hazırsınız siz. Şuşanın əsas meydanında Birləşmiş Ərəb Əmirliyinin prezidenti Şeyx Məhəmməd İbn Zayed Əl Nahyanı Prezident İlham Əliyev qarşılayır. Dikkat sağa. Attımla. Marş. Və prezidentlərin təkbətək görüşünün keçiriləcəyi otaq. Liderlərin geniş tərkibdə görüşü isə bu zalda baş tutacaq. Hazırda zalda son texniki hazırlıq işləri görülür. Operatorlara son təlimatlar verilir. Eyni zamanda digər təşkilati məsələlər, protokol məsələləri həll edilir. Birləşmiş Ərəb Əmirliyi prezidentinin bu oturacaqda əyləşəcəyi gözlənilir. Onun tərəfində, onun masasında iki kiçik qeyd dəftərçəsi və qələm əlavə edilir. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki siz Qarabağa işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz. Və bu bizi və bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub. Bugün imzalanmış çoxsaylı sənədlər bizim əlaqələrimizi yeni səviyyəyə qaldıracaq. Cənab Prezident, dost ölkənizlə ikitərəfli əlaqələrimizi gücləndirmək və genişləndirmək üçün xüsusi və böyük marağımız var. Onu daha yüksək səviyyəyə qaldırmağı arzulayırıq. Biz hər iki tərəfə fayda gətirəcək və davamlı inkişafa töhfə verəcək yeni əməkdaşlıq fürsətlərinin daim axtarışındayıq. Hadi mən gözləyirik burada bir neçə dəqiqə sonra dövlət başçılarına siz nələri təqdim edəcəksiniz burada? Yəqin üstlərin yanındayıq, ilk növbədə buradan başlayacaq. Bəli, artıq neçənci ildir ki, ali qonaqlarımızı burada qarşılamaq şərəfinə biz maliki və bu bizim mərkəzi keçmişdə Bazarbaşı deyilən tarixi meydanımızda 3 korifey sənətkarlarımızın Dahi Üzeyir bəyin, Xan qızı Natavanın və Bülbülün
güllələnmiş büstləri önündə təqdimat edirik. Qısaca sadalayaq, bugün dövlət başçılarına Şuşanın hansı nöqtələrini təqdim edəcək? Bugün biz sözsüz ki, indi hava şəraiti nəzərə alınaraq, proqrama uyğun olaraq biz Xalça Muzeyində olacaq. Daha sonra yeni inşa olunan məscidin tikinti meydançasında təqdimat olunacaq görülən işlər barədə və Cıdır düzündə bir təqdimatda aparılacaq. Prezident İlham Əliyev ali qonağa Şuşanın əsas meydanında yerləşdirilən büstlər barədə məlumat verir. Hansı ki, bu büstlər 1-ci Qarabağ müharibəsi dövründə ermənilər tərəfindən Ermənistana aparılmışdı və əridilmək üçün, istifadə edilmək üçün orada saxlanılırdı. Ulu Öndər Heydər Əliyevin müdaxiləsindən sonra onlar geri alındı, Bakıda qorundu və Şuşanın azad olunmasından sonra Şuşaya qaytarıldı. Dövlət tədbirlərində protokola Qarabağ atları ilə şounun, Qarabağ atlarının təqdimatının daxil edilməsi isə təsadüfi deyil. Qarabağ atı Azərbaycanın rəmzlərindən biridir və bu Qarabağ atının dünyaya tanıdılması, Azərbaycan mədəniyyətinin ənənələrinin dünyaya təqdim olunması deməkdir.